vaxtınız xeyir olsun değerli tamaşaçılar. Yine ben Mikail Güləddinoğlu, yine Kanal S-in efiri, yine Ahəng komandası, yine değerli qonaqlar. Hər vaxtımız xeyir olsun. Başlayırıq. Böyük təntənə ilə başlayırıq. Çünki Ahəng komandasını mən görəndə, başda Vasif qardaşımı görəndə, Fuadı görəndə, Sarifi görəndə, Sahili görəndə, Güləriz Nahidi görəndə, bizim Elnuru görəndə, bugün Elnur üçün xüsusi bir gündür də. Elədir mi? Sənin üçün xüsusi bir gündür. Yo, başqa bir rəngarənglik var. Az sonra toxunacağıq. Həftənin şənbə və bazar günü mən ARB-də oluram. ARB-dəki verişimdə. Amma inandırıram ki, o 2 günü də darıxıram, zəng eləyirəm, dostlarımla bərabər bir ünsiyyət saxlayıram. Çünki siz mənə əzizsiniz, doğmasız və üzaq eləyən ansamblsınız. Çünki bura gələn istər xalq artistləri, istər əməkdar artistləri, istər yeni müğənniləri, estrada müğənniləri, xalq janrında oxuyanların hər biri sizdən razıdırlar. Bu razılığa görə də mən niyə sizi tərifləməyim? Əbəs yerə tərifləmirəm ki, düz demirəm, Sibelcan deyirəm, Səbinə Selcan. Hə? Düz deyirsən, bu arada bütün tamaşaçıları salamlayıram. Eşq olsun. Hər şey əladır. Superdir. Hər şey yaxşıdır. Möhtəşəmdir. Hə, deyəsən Vüsalda hər şey yaxşı deyil. Vüsal elə bir yuxudan indi durub gəlmişsən sən. Hə, indi durub gəlir. Niyə elə durursan? Axşamlar da olursan. Biraz gec dururam yuxudan. Harda olursan ki? Dostlarla falan gözəl tədbirlərdən, Düzündür. dərslərdən sonra. İlk olaraq tamaşaçıları salamlamaq istəyirəm. Təşəkkür edirəm. Bu enerji ilə gəldiniz. Həqiqətən də biraz sanki yuxuluydum, amma sizdən doğrudan enerji aldım. Oyan Vüsal, oyan. Hamını salamlayıram. Günü hamının uğurlu olsun. Maşallah bizlə bu gözəl verilişlə. Əlbə buna şübhə ola bilməz. Hər şey yaxşı olacaq. Və eyni zamanda 2 xanım da var burada. Birinin adı Esmiradır. Hə, Esmira sizsiz. Şamaxıdan gəlirsiniz. Birbaşa Şamaxıdan gəlirsiniz. Səhər tezlərindən. Düz deyil, məsafə o qədər də uzaq. Şamaxıya yağır. Qar yağırdı da oradan. Hər şey yaxşıdır. Sənin yaxan mikrofonun var? Var, hə, yaxan mikrofonun var. Dedim, yoxdursa götürərdin də. Ay Esmira, yeni mahnı yazdırıb gəlmirsən. Xoş gəlmirsən. Səfalar gətirmirsən. Dəvətiniz minnətdaram, təşəkkürümü bildirirəm. Sən niyə ağlayırsan? Musiqiçilərimizi. Sən niyə ağlayırsan? Ağlamıram, gözlərim belədir. Hə, Ulyana. Hə, sənin öz adındır da Ulyana. Ülkər. Ülkər də adın. Bəs niyə Ulyana? Elə deyirlər. Yəni bunun niyə bu qərara gəlmişsən? Elə deyirlər. Yəqin səhnə adı qoyublar, səhnə adı. Səhnə adıdır. Yoxsa bir mənası var da. Məsələn, bax, mən çox arzum olub ki, mən Van Damme Yox, qızlar elə deyirlər. Olmayıb da, yəni mən Van Damme... Van Damme özünə. Yox, qızlar elə müraciət eləyir Ulyana. Hə, rəfiqələrin elə deyir. O istəmirsən ki, elə... Mənə də uşaq vaxtı Mişka deyirdilər, indi mən bu səhnə... Telefonumu verin mənə, xahiş eləyirəm. Niyə? Deyəcəm niyə. Hə, gətirin görüm telefon. Sumkamdadır, verin mənə. Hə, çantasındadır. Hə, gətirin. Əlindədir. Oğurlamısan? Deyir çantamda, çantasından götürmüsən. Telefonu, hə, təzə də onu göstərmək istəyirsən. Yox. Sənin adın nə idi? Necə? Adın nə idi? Van Damme. Mikail idi, eləmi? Mikail, hə. Bir dəqiqə Van Damme-laşdırıram. Hə, elə Van Damme. Hə, proqram, mən də deyirəm nə deyirsən. Mən də deyirəm nə deyirsən. Telefonu təzədir. Təzədir. Telefonumu göstərmək istəyirsən. Demək, sən gecələr yatmırsan. Sən gecələr... Ümumiyyətcə, yəni artıq illərləndir doğrudan. Aha. Hə, yəni... Ya, bəncə indi bir çox sən tez yatırsan. İşim olmayanda saat 1-də. Hə, 1-də artıq yuxuya gedirsən də. Deyirəm, heyf döydü uşaq vaxtı. Hamımız o sözü eşitmişik ki, o qədər deyiblər ki, mamamız, yum! Hə? Ola bilməz də kimsə ona eşidir. Yum. Sənə dedim yum. Kimsə də danışır. Ud. Sən ki axşamlar yatmırsan. Sən ki bax belə gəlmisən. Sən ki yarı yuxulu gəlmisən bura. İstəyirəm bu məqamda sənə bir qardaşlıq eləyim. Yaxşı bir jest eləyim. Elə ilk olaraq Vüsal, Nəsib, yox. Səbinə Selcan oxuyacaq. Buyur.
xatırlatdın mənə. Gürcüstandakı toyu, o coşqunu xatırlatdın mənə. Var ol, var ol. Səbirə. Ay can. Can. Ay, o toy, o toy. Hə, o toy. O toy var idi. Toylarda böyümüşük də. Ürək. Bəli, bəli. Və o toylarda ki, Vasifin, o toylarda ki, Ahəngin imzası var. Bax, gördün anında, sən hazırladığın o mahnının ardını da gətirəndə dostlarımız peşəkarcasına bir yanaşma etdilər. Maşallah deyirəm. İnşallah bundan sonra toylarda deyirəm, nə deyək. Eşq olsun deyirəm. Mən dünənləri də çox dəyərli sənətkarımız Xumar xanım Qədimova ilə telefon vasitəsilə, belə deyək də, WhatsApp vasitəsilə biz danışdıq. Xumar xanım söylədi ki, inşallah növbəti bir, üzümüzə gələn bir 10 günlükdə qonağımız olacaq. Mən tam əminəm ki, elə Xumar xanımın da ürəyincə olacaq. Sizin, belə deyək də, burada iştirakınız, Ahəng komandası harada varsa, orada peşəkarlıq var. Hə, ay Esmira, mahnının neçə mahnı yazdırmısan? Yəni yeni mahnılardan. Yenicə biri yazılmışdı, biri də hazırlanır. Efirlərdə olmuşdu. O birisi də yenidir, heç oxunmayıbdı. Heç vaxt oxumamısan? Yox. Bəs kim oxuyub sənin əvəzinə? Yox, yəni efirlərdə oxunur. Efirlərdə? Nə də efirdə olmuşsan? 3 il bundan qabaq olmuşam. 3 il. Bəs niyə belə ara vermirsən? Hə, biraz tənbələm. Biraz tənbəlsən. 3 ilə biraz demək olmaz. Çox olar. Biraz tənbəl. Hə. Ay Ulyana, sən nə qəribə, belə deyək, baxırsan. Şirindir, şirin. Yox, sıxılırsan yoxsa? Hər şey yaxşıdır. Elə bir ki, elə öz evindəsən. Hə? Sən ki, adını dəyişmirsən. Yox, dəyişməmişəm. Oxşardı da Ulka, Ulyana. Bilirəm də, indi mənə də Mişka deyirlər də, deyim Mişka gəldi. Vanda. YouTube adımdır da. Vanda, hə, Vanda. Onu həll eləyərsən. Az sonra həll eləyərsən. Hə, bax, Esmira ki, təzə mahnı yazdırıb. Ulyana ki, Ülkərdir. Ona Ulyana deyiblər. O ki, qərara gəlib ki, Ulyanadır. Ona görə də bu məqamda iki gözəl xanım yox, bizim Vüsal oxuyacaq. Sən mənim arzumsan, sən mənim muradım. Bütün ömrüm boyu mən səni aradım. Qarşıma çıxmısan, buraxmaram səni. Vurulmuşam sənə, ay mənim həyatım. Qarşıma çıxmısan, buraxmaram səni. Vurulmuşam sənə, ay mənim həyatım. Gəl danışma sizli bizli, qismətim səndədir gizli. Dərdindən olmuşam dəli bir cəhədi, ay bənizli. Birisine al çekerem, birisine hal çekerem. Arı olup bal çekerem yanağından. Saçlarına gül düzerem, her nazına mən dözerem. Bir ömür boyu gezerem sorağında. Birisine al çekerem, birisine hal çekerem. Arı olup bal çekerem yanağından. Saçlarına gül düzerem, her nazına mən dözerem. Bir ömür boyu gezerem sorağında. Dözmərəm bir can, olmasan yanımda. İstərəm mən səni ömrün hər anında. Mən sənin yolunda dözərəm zillətə. Yetər ki sevgilim qovuşa sonunda. Mən sənin yolunda dözərəm zillətə. Yetər ki sevgilim qovuşa sonunda. Gəl danışma sizli bizli, qismətim səndədir gizli. Dərdindən olmuşam dəli bir cəhədi, ay bənizli. Birisine al çekerem, birisine hal çekerem. Arı olup bal çekerem yanağından. Saçlarına gül düzerem, her nazına mən dözerem. Bir ömür boyu gezerem sorağında. Birisine al çekerem, birisine hal çekerem. Arı olup bal çekerem yanağından. Saçlarına gül düzerem, her nazına mən dözerem. Bir ömür boyu gezerem sorağında. Birisine al çekerem, arı olup bal çekerem. Saçlarına gül düzerem, her nazına mən dözerem.
gəzərəm sorağında. Birisini al çəkərəm, birisini xal çəkərəm. Arı olub bal çəkərəm yanağından. Saçlarına gül düzərəm, hər nazına mən dözərəm. Bir ömür boyu gəzərəm sorağında. Ya onu bildim, o rəqsdə. Gəl bura, ay qız, gəl bura. Gəl bura görüm. Gəl burada. Gəl bura görüm. Gəl bura. Birincisi bir himn eləyən kimi niyə ortaya gəlirsən? Mən çay gətirirəm ki, mənim əlimdən çayları götürsən. Bu bir. İkinci, mən sənin əlimdən. O ne rəqs növüdür? Darada da daydan ana. Hadi O elə nə- bir nədir o? dənə elədik, bir dənə belə də. Yaxşı, biz fırlandıq, sənə nə olub? Hə, yox. Yox, Mən bir dənə mən- söz deyim də. mən fırlandım. Biz fırlandıq, sənə nə Amma olub? mən Mən bir dənə fırlanmadım söz deyim axı. də Mikail bəy. Demək illər əvvəl, bundan danış. danışma, bundan danışma. bu dəfə. Demək bir veriliş var idi. İllər əvvəl səhər verilişi idi. Özü də yeni il proqramı idi. Yeni il proqramı idi. Qəşəng. Valla efir qarşısında baxanda dedim yəqin qəşəng enerji ötürəcəkdə. Çünki tamaşaçılar istəyir qəşəng günə enerji ilə başlamaqda. Aha. Bir dənə müğənni də o qədər belə qəmgin, belə öz ana mahnısı belə də belə. İndi səhər proqramı Yeni çalışdım. ildə. Yeni il proqramı idi. İçinin yarısı da öyle idi. Ha? İçinin yarısı da ana mahnısını deyirəm. ona görə. İstəyirəm enerji ilə qəşəng günə belə başlayaq. Belə tamaşaçılar da hə fırlanmaqla da. Əslində nə demək istədi? Enerji ilə qəşəng valla. Dolanım başına dolanım, fırlanım başına fırlanım ki, Hə. yəni Daha yaxşı olsun, başımız yaxşı olsun, gizəllənsin. Mən sizin başınızı Enerji. gizəlləndirərəm. Gəl, çayları götürün, o padnosu götürək sonra. Çayları, hərə öz çayını götürsün. Mənim şəklim olan o mənə hədiyyədir. Onu kənarı, kənar, özüm sonra götürəcəm. Bax, ilin günün bu vaxtı. Bunu qardaş-qardaşa eləməz. Valla, yəni bax, ilin günün bu vaxtı özdə endirimlə 42 manat almışam mən. İndi demək çirkini çıxmasın. Nuşucan, nuş olsun. Hə, deyirəm, bayaqdan Esmiranın o yeni mahnısından danışırıqsa, vaxtımız var. Esmiranı dəvət eləyək tam mərkəzə. Ürək sözüm var. Mahnının sözləri mənə hədiyyə olunub. Rüstəm Müstətoğlu'na aiddir. Buradan Hacıqabur rayon Udlu kəndini salamlayıram və təşəkkürümü bildirirəm. Musiqisi isə mənim dəyərli dostum, dəyərli insan Ağa Sahib Mustafayevə aiddir. Gəlsin mahnımız. Yeni mahnısı. Bəli, Gəlsin, zəng eləyə gəlsin. Dinləyək mahnını. Dinləyək. Dinləyək. Öldürəcək. Buyur əzim, səhnə sənin.
Qız hazırlaşdı ki oxusun. Siz ya eybi yox. Az sonra olsa canlı ifaları olacaq. Deməli, bunu sənə vəsf eləyib də, Şamaxılı qıza vəsf eləyib. Yaxşı yazıb, yəni belə deyək də, vəsf eləyib, yəni bir ünvanlıdır, var olsun. Əyləş əzim, əyləş və nə olub? Bir də zəhmət olmur, nə olub? Bax, nə olub? Hələ ağzımda dedim ki, aram. Bölün, nə olub? Məşədi İbad kimi buna xəsislikdir. Nə olub, şokoladlı yemişik də. Yox, bilirəm, mən hələ dedim. Yox, indi mən bir çayla bölürəm, 4 dəfəyə, 5 dəfəyə içirəm. Hələ dilimlə dedim, nuş olsun. Görəyim, Məşədi İbad kimi, bu nə idi? Xanım, mənə tanış gəlir, bir söz soruşa bilərəm. Siz kosmetolog deyilsiniz. Deyirəm axı. Nə oldu ki? Yox, mən... Pasiyenti olmuşsa? Yox. Mən ümumiyyətlə deyirlər axı ki, gözəllik salonunda işləyib, sonra müğənni olan, kosmetolog işləyib müğənni olan xanımlara biraz bizim müğənnilər yaxşı baxmırlar axı. Yanındayam. Deyirəm axı, mən sizi hardan tanıyıram. Ceyran, bircə dəqiqə. Zapapa dəyişdi. Özünüz dəyişdiniz Zapapa. Ceyran, qaldır onu. Qaldır. Mən yanıma gəlir. Bismillahirrahmanirrahim. Səbinə Selcan. Bəli, buyur Mikail. Siz bununla Ulyana'ya nə demək istəyirsiniz ki? Yəni Ulyana'nın haqqı yoxdur oxumağa. Haqqı var və sonuna qədər də arxasındayam. Bir insanın ki, bəziləri yaxşı baxmırlar, müğənnilərimiz deyirlər ki, dırnaq ustasından gəlib müğənni olublar. Sonra deyirlər kosmetolojiyadan gəlib müğənni olurlar və s. Uşaqlıq arzusudur demək ki, bəlkəm də uşaqlıqda içində qalmış bir şeydir. Bugünkü gün onu biruzə verirsənsə, əzizim, devam et. Şansın bol olsun. Bu arada çox da qəşəng xanımsın. Ya Ceyran, mən elə bildim aləm qaçacağı bir-birinə səsi götür. Buyur. Yəni o şərt deyil, o dırnaq ustasıdır, kosmetologdur falan. Onlar o da nə olar ki? Bəli. Əsas odur ki, səs var, səs oxumaq. O əsas odur. Mən bilirəm ki, sonuna qədər getməyəcək xanım. Niyə? Mən elə hiss edirəm. Əsas o deyil, əsas mən elə hiss edirəm, amma nə qədər ki, belə həvəsimi öldürənə qədər oxu canım. Yox, sən nə demə, bəlkə qız elə atılıb bu səhnəyə sona qədər gedəcək. Bilirəm də. Mən başlamışam da, görək nə olacaq. Başlamısan. Axırı yaxşı olsun. İnşallah. Amma əvvəli gör necə başladı. Nə dedim ay Mikail, sən də elə məni qaralamısan. Şapkanı da qoymuşsan, qorxuram baxanda. Şlyapanı. Şlyapanı, hə. Bu şlyapa Sulduzun əvəzidir. Valla, mən Sulduzun yanına tıxaca düşəndə, gedə bilməyəndə, mənim saçım çox buruq-buruqdur. Ona görə də əgər düzəltdirə bilmirəmsə, dərhal bu şlyapa dadıma çatır. Dünən Rayon AYB-dəki verilişdə də bununla çıxmışdım Günaydın Azərbaycana. 2-3 nəfər yazdı ki, o şlyapadan bizə də al. Qəşəng yaraşır bu arada, çox yaraşır da, indi nəsə, demək biraz mənə yaraşmaz. Nəsə, hər şeyi geyinirəm, yaraşır. İndi adam var ki... Sulduz sağ olsun. Sulduz. Sağ olsun. Sulduz, silduz yox. Sulduz, salamlayırıq bu arada. Bu sferada çoxlarının saç düzümü sulduzdandır. Aparıcıların da, mən əvəz yerə demirəm ki, göydə ulduz, yerdə sulduz. Və... Ay mama, nə dedin? Deyirəm, nə gözəl. Hə, elə bildiniz, ay mama. Yox, deyirəm, nə gözəl. Bəli, nə gözəl. Və indi istəyirəm, Ulyana gəlsin. Gəl buna, səni. Yox, 2 dəqiqə təşəkkürlər. Gəl elə bərabər reklamlara kesid alacaq. Sən heç nəyə ürəyimi sıxma. Tam, belə deyə, elə bil ki, öz evin. İlk dəfə də çıxırsan sən. Bəli. İlk dəfədir. Bəli. Mən Tural Salmanovu salamlayıram. Tural vəsilə oldu. Tural Salmanov çox peşəkar ifaçıdır və hər halda Tural əgər rəva bilibsə, demək ki, yaxşı olacaq, yaxşı alınacaq. Çünki Turalı mən Xalq Ucu layihəsindən tanımışam və bu gün də Tural Salmanovun müraciət etdiyi repertuarlar o qədər ciddi, o qədər akademik bir repertuarlardır ki və onun o poeziya seçimi də xüsusilə bax Ramiz Rövşəndən, bizim çağdaş ədəbiyyatımızın sütunu olan Ramiz Rövşəndən 2 gözəl də mahnı təqdim eləmişdi. Birini burada təqdim eləmişdi. Saçların dağılıb tamam, yaylığına yel aparır, qaçıram tuta bilmirəm, qoyma məni tər aparır. Odur ki, səni də burada tər falan aparmasın. Hər şey yaxşıdır. İndi Səbinə deyirdi, özümüzkidir də. Səbinə valla... Görür necə oxur, mən xanımı tanıyıram, özü çox illərdən tanıyıram. Sonra baxıram ki... Deyir, mən tanımıram. Yox, niyə tanım?
Proqramı qatacaq sonunda. Və mən bunun tərəfini tuturam, deyir qaran. Yox, xanım Bu düz görəndə dedi. necə oxuyur? Yaxşı eləyirsən. Xanım düz dedi. Yaxşı eləyirsən. Kosmetologiyadan həvəslə müğənniliyə Həvəslə. gəlmişəm. Yəni düz Yaxşı dedi. eləmisən. Həvəsin varsa, demək ki, hər şey yaxşı olacaq. İstəyirəm bu məqamda qısa reklamlara keçmədən öncə vəd verərək keçid alaq ki, ekrana yaxın əyləşin. Çünki oxuyacaq Ulyana. Ulyananın ifası ilə qayıdış edəcək. Reklamlar. Demişti ki gözle geleceğim ben, seni hemişe bil ki seveceğim ben. Uşak kimi ben de inandım ona, artık gözlemeyden öleceğim ben. Demişti ki gözle geleceğim ben, seni hemişe bil ki seveceğim ben. Uşak kimi ben de inandım ona, artık gözlemeyden öleceğim ben. Artık gözlemeyden öleceğim ben. Yayda çıktı, kışta geldi gelmedi, gözlerime yaşta geldi gelmedi. Gidenler de kayıttı döndü geldi, yine de gözledim ümidüm ölmedi. Yayda çıktı, kışta geldi gelmedi, gözlerime yaşta geldi gelmedi. Gidenler de kayıttı döndü geldi, yine de gözledim ümidüm ölmedi. Günahların hamısı benim özümde, seni ne kadar büyütmüşem gözümde. İndi bilmişem öz qədrini, sen unuttun ben kaldım sözümde. Günahların hamısı benim özümde, seni ne kadar büyütmüşem gözümde. İndi bilmişem öz qədrini, sen unuttun ben kaldım sözümde. Yayda çıktı, kışta geldi gelmedi, gözlerime yaşta geldi gelmedi. Gidenler de kayıttı döndü geldi, yine de gözledim ümidüm ölmedi. Yayda çıktı, kışta geldi gelmedi, gözlerime yaşta geldi gelmedi. Gidenler de kayıttı döndü geldi, yine de gözledim ümidüm ölmedi. Oxudu. Aha. Turan Teyfiroğlu'na aiddir. Söz bəstə kimindir? Turan Teyfiroğlu'na aiddir. Tural Teyfuroğlu. Turan. Turana Teyfuroğlu, aiddir. bəli. Hə, demisən izləsin. Turan izləyir bizi. Bəli, izləyir. Hə, kulisdadır Turan. Turan izləyir. Yaxşı, qonşuya demisən. Heç kim heç nə Ha, deməmiş. qovum, düzün deyirəm, qovum əqrəbəyə. Yox. Bir dənə stat paylaşmışdım dünənki Anonslardan. anonsları, bəli. Hə, oradan, amma səhər gələndə zəngiri bir-bir tapşırmamısan. Yox. Yox. Kim baxdı da. Bəli. Yaxşı, o mahnının əvvəlində kimin ideyası? Nə edin sən? Nə idi o? Nə edirdin? O nə deməkdir? Nə deməkdir? Başlanğıc. Başlanğıc. Evet. Sən A ilə başlayırsan da, əlifbanın ilk hərfi ilə Bəli, başlayırsan. bəli. Yaxşı başlamısan. Olduğu kimi. Yaxşı başlamısan. Bəli. Elə başlamısan ki, qoy deməsinlər ki, hə, wow desinlər sənə. Əyləş. Çox sağ olun. Hə, və bugünkü proqramımızda zərgərlik və zərin qədrin zərgər bilər deyərək Esmira xanıma baxanda o yadıma düşür. Çox imkanısız deyəsən. Sevirəm bu işleriyanı. Hə, bijuteriyan sevirsən. Bəli. Aksesuarları Bəli, sevirsən. O baxımdan bir əllərinə yaxın belə göstər.
Ay Sevirəm, maşallah. xoşum gəlir. Ay maşallah. Maşallah. Qaldı evdə. Qal. Qalıb. Hələ var. Bəli. Hələ var. Göz qamaşdırır, əlləri göz qamaşdırır. Valla belə deyə, elə bir neçə öz evində, belə deyə də studiya deyil. Buraxa bilərsən yəni. Necə? Qoya bilər də, elə bilsin öz evidir. Burada qoysun, nə olar ki? Yox, sonra itibata düşər. Valla bizdə də maşallah olsun, hər tərəf kameradır. İtibata düşsə də bilinəcək. Hə? Ayaqqabıların da mübarək olsun. Mən də deyirəm, bayaqdan rəqs eləyir, niyə belə eləyir, belə eləyir. Bax, Svetto, ayaqqabının çizgilərinə bax, şalvarının rəngində, çorapların da Yox, zövqlü geyinir. çox həmişə zövqlü geyinir. Biz Səbinə xanımdan doğrudan uzun illərdir, yəni bu günləri burada çox şad oldum Səbinə xanımı görməyə doğrudan. Dünən anonslarda görməmişdik. Yox, görmüşdüm, amma sevindim ki, həqiqətən də indi xanımlarla ilk kəsdir. Amma Səbinə xanımla olmağıma doğrudan çox Yaxşı, sevindim. ona da zəng eləmişsən ki, anonslar gedəndə, zəng eləmişsən ki, Elvinə, bizim prodüserə, ki, belə deyək də, Səbinə ilə münasibətini bilirəm. Bəs o biri xanımlar kimdir? Mən çıxanda bilirəm kimdən çıxıram, mən o birilər kimdir? Sən canı o nə idi demək? Nə olanda ilk dəfədir gəlirlər? Nə olanda birinci dəfədir gəlirlər? Nə olanda onlar ilk dəfədir gəlirlər efirə? Yəni bu nə? Nə bilim, birinci indi tanımadım da, tanınmaz olanda adam biraz tərəddüd edir. Nə olar ki, adam birdən-birə belə deyək də, vau deyib tanınmır ki, o nə yanaşmaydı? İndi tanımadım xanımları, indi burada tanış olduq. Maşallah, uğurları bol olsun. Dünən amma maşallah demirdin. Hə, deyin, onda deyirəm axı, görməmişdim ona görə. Tanımadan bax, niyə deyirdin ki, Məsəl üçün tanıdım, xanım, məsəl üçün indi dedik, Esma xanım. məsəl üçün kosmetoloqdur da, məsəl Hə, üçün. Ulyan, hə. Hə, kosmetoloqdur. Əslində kosmetoloq da bir tibbin bir sahəsidir, amma mən xanıma o sahədə də çox-çox uğurlar arzu eləyirəm. sən bilirsən, sən də bilirsən nələr var. Sən də bilirsən nələr var. Sətralda nəsə fikir verdin. Fikir versən ilk dəfə gələnə bu sferada. Yox, niyə? Əslində doğrudan da, yəni həm qazançlı. Hə, de. Xanım haqqında, bu dedim ki, Ulyana xanım. Ulyana xanım. Doğrudan da belə deyim, mən dedim ki, həvəsi öldür. İnşallah ki, daha da biraz vokalını genişləndirərsən, nə bilim, biraz musiqinin üzərində çalışarsan ki, hə. Amma həmişə mən düzünü söyləməklə məşğulam da, bilirsən, musiqi, aranjirovka, sözlər mükəmməldir, olay üstüdür. İndi bəllidir ki, orada indi işlənib də məsələ, studiyada. Elə bil ki, mahnının biraz səsi kölgəsində qaldı. Birinci dəfədir də. İndi yenə deyirəm, vokalla mütləq məşğul ol. Mənim yanıma gedirsən. Həqiqətən də musiqi çox gözəl idi. Kimdənsə gəlmisən də sən, hə? Deyirsən, kulisdə kimdənsə gəlmisən, hə? Yanında kimdənsə gəl. Musiqini alaq səsin. Kimdənsə gəlmisən, belə də, uşağı niyə sıxışdırırsın? O, uşaq ki, tez valideyninə baxır ki, yəni buradadır da, yəni, qəti sıxılma, burada mən varam. Həqiqətən, musiqi çox gözəl, çox xoşuma gəldi. Amma mən ən çox xoşuma gələn nə oldu? Hə, o yeri xoşuma gəldi. O xoşuma da gələn əsas odur ki, AHK komandası buradadırsa, Səbinə Selcandan canlı ifa olacaq və qonaqlarımız da kim canlı ifa istəsə, olsun. İndi inşallah Səbinə xanım qoşulmağa, yəni Səbinə xanım qoşulmağa, o indi hardan oxuyacaq onu? O biraz mənim. Ay qız nazlana dur gəl nazlana yarım nazlana gülüm nazlana Bizden ayol güzel güzel, bizden ayol
nəsə gözəl. Dur gel nazlana nazlana, bala nazlana nazlana. Ay aşıqdən küsən gözəl, Aşıqdən küsən oğlan. dur gəl nazlana nazlana, bana nazlana nazlana. Ay kız nazlana nazlana, dur gel nazlana nazlana. Yarım nazlana nazlana, canım nazlana nazlana. Sen gel nazlana nazlana, dur gel nazlana nazlana. Yarım nazlana nazlana, canım nazlana nazlana. Vay 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 vay. Senin hasretinden, senin derdinden çöllere düşmüşem, haberim var mı? Çıkabilmeyirəm el arasına, dillere düşmüşəm, haberin var mı? Senin hasretinden, senin derdinden, dillere düşmüşəm, haberin var mı? Çıkabilmeyirəm el arasına, dillere düşmüşəm, haberin var mı? Son gelişimin oldu sevgilim, sevdiğimiz güler son sevgilim. Söyle bize neler oldu sevgilim, çöllere düşmüşem, haberim var mı? Son gidişin bir yıl oldu sevgilim, ektiğimiz güller soldu sevgilim. Akıl bize de ne oldu sevgilim, çöllere düşmüşem, haberim var mı? Çöllere düşmüşem, haberim var mı? Ruhum aldı, çöllere saldı, sevdiğimin derdi beni. Saçlarımda den, gözlerimde gem, öldürecek bu iş seni. Ruhumu aldı, çöllere saldı, sevdiğimin derdi beni. Saçlarımda den, gözlerimde gem, öldürecek bu iş seni. Yüreğim oldu pare pare. Delengedim hare, yolumda olmuşam divane, divane divane divane. Yüreğim oldu pare pare, ben de delengedim hare, yolumda olmuşam divane, divane divane divane. Seni değiller, seni değiller, seni değiller, seni değiller. Her yerde her zaman seni değiller, her yerde her zaman seni değiller. Ay Mikael. Ay ilk defa ben seni görenden beri olmuş amasız gün kara gözlerim. İlk defa ben seni görenden beri olmuş amasız gün kara gözlerim. Yine geldi size öldüm ay Allah, bu ne naz bu ne gemze öldüm ay Allah.
Bəli, qısa reklam fasiləsinə canlı ifalarla keçid aldı. Ulyana istədi oxusun, imkan vermədi Vüsal. İmkan yara, özü mikrofonu təqdim eləyir, bilə-bilə. Sonra da mikrofonu alır. Mikrofonu verməyin nədir? Almağı. Gördüm oxuma. İmkan verdiniz ki, oxusun. Bilsən necədir? Bağışlamaq olar qızı nəyə görə? Çünki toya getməyib. Gedirsən toylara. Canlı oxuyursan. Canım da belə də. Nə istəyirsən? Nə vermirsən, ala vermirsən? Heç nə. Canlı oxuya bilirsən də? Oxuyuram. Oxuyursan. Ama. Necə? Qaldı ama qaldı. Niyə qalsın? Oxuyuram canım da. Ver canlı oxusun da. Qısa, nəsə, nəyi bilirsən bir canlı? Elə əyləşdiyin yerdən. Əyləşdiyin yerdən. Öz tonalisindən oxu. Hə, başda dostlarımız da ardınca gəlsin. Başda. İstədiyim bir kuplet. Aha. Azerbaycan elimdir, doğma əziz dilimdir. Neynirəm qürbət dilini, əziz. Hələ tezdir. Hələ tezdir. Düzdür, mən belə deyək də. Mən gəldim, oxuya bilmədim. Nə oldu? Gözlər hamısı baxıyor. Sən səhərdən valideyni ilə gəlmiş uşaq kimi gözün kulistədir, baxırsan. Sən bir Üzr istəyirəm, qızım da eləsən ki, baxır üzümə gülmək gəlir. Hardadır sənin qızın? Üzr istəyirəm, böyük qızımdır. Ay, qızındır. Bəli. Ay maşallah. Ay maşallah. Allah saxlasın. İlk dəfə də yaxşı. Bəli, bəli, Necəsən, ilk ürəyim qırımdır qurban. da. At gör mənə, mən nə deyirəm ki, siz başlamışsınız qızı sıxışdırmağa, mən tərəf tuturam. Eybi yox, eybi yox. İfalarla Esmiranın manısını hazırlayın. Esmira necə oldu? Şamaxılı, hə, Şamaxılı. Esmiran manısını hazırlayarsınız. O digər mahnının da. Bəli, bu mahnının sözləri dəyərli şairimiz Sərvan Rəvana aiddir. Musiqisi isə mənim əziz dostum Vasif Akifovuna aiddir. Necə? Tanıyırsınız bir-birinizi? Hə, bəs niyə demirsən, Eleyni deyirəm, bəs niyə demirsən ki, bəs biz bərabərik, bir yerik? Hə, özdə yoxa tanışdığımız var. Hə, gələk sən deyərdin. Bax, mən Vasifin xətrini çox istəyirəm. Ona görə də, bax, sən lap xoş gəlmişsən. Sağ ol, varım, minnətlər. Və səfalar gətirmişsən. Ona görə də burada ürəkli olmalısan. Çünki Vasif buradadır, Mikail buradadır, bir isti ortam var burada. Ona görə də Esmira Şamaxılıdan növbəti bir ifanı dinləyəcək musiqisi bizim Vasifimizə məxsus olan. Çox maraqlıdır. Dinləyək. Semalarda qartal kimi süzər, dəryalardan sona kimi üzər. Semalarda qartal kimi süzər, dəryalardan sona kimi üzər. Ayağı yalın tikan üstə gəzər, hey sənin xətrinə, sənin xətrinə, hey sənin xətrinə, sənin xətrinə. Ayağı yalın tikan üstə gəzər, hey sənin xətrinə, sənin xətrinə, hey sənin xətrinə, sənin
Təşəkkürlər. Öz mahnında indi texniki problemlər ola bilər, amma canlı ifa ilə davam etdik. Esmiranın, gördün göz dəydi. Göz dəydi. Mən Vasif dedim. Səni də istəməyənlər var ha, bir neçə nəfər ki, onların qarşısında Mikail'i görə bilərlər. Çünki Mikail, yəni mən öz adımlarla əlbəttə ki, bilirəm də maşallah elə. Hədə buradayıq. Bərabərik. Esmira, sənə uğurlar. Sən ilk dəfə də gəlirsən məni verilişmən. Amma mənə elə gəlir ki, efirlərdə tez-tez görünmək, tez-tez olmaq, tez-tez çıxış etmək daha yaxşıdır ki, belə deyək, tamaşaçıya daha da tanış olasan, səni tanısınlar, təkcə belə deyək, öz dairəndə deyil, o çərçivədən kənarda da səni bilsinlər. Zaten bütün bunlar üçün reklam mütləq şəkildədir. Və kosmetologiya deyirdim. Dilimə, bax, görsən nələr edirsən sən Səbinə, darıxma. Bəli, mən dostlarımı çox istəyirəm. Əbəs yerə demədim ki, qarşılarında məni görərlər. Və mən o dostumu ümumiyyətlə, düz var da, bir 20 ilə yaxındır. Düz Xalq Ulduzu layihəsindən bu günə qədər, mən Xalq Ulduzu layihəsində baş redaktor idim. O vaxtdan mən Elnurla dostam. O vaxtdan mən Elnurla simsaram. Və mən onun xətrini çox istəyirəm. Düzdür, Elnur Xalq Ulduzu layihəsindən sonra bir çox yerlərdə iştirak etsə də, o bir mahnı ilə yenidən gəldiyini bildirdi. İyi bax kəndinə. Amma bugün həmin mahnı hər dəfə o mahnı ilə gəlir. O mahnı olmayacaq, yeni mahnı olacaq ki, hamımız eşqə meyilliyik də. Eşqsiz nə olar? Baxır hansı eşqdən söhbət gedir də. Sən bildiyin eşqdən. Olsun. O yaxşıdır, olsun. Olsun. Eşq olmasa biz heç bir şey ola bilmərik. Bəli. Nə gülə bilmərik, nə yemək yeyə bilmərik. Eşqlə yaşayırıq axı biz. Hər şeyin eşqinlə. Xeyr, hər şeyə. Nə Məsələn, istəyirsən, eşqlə ev... qardaşlar? Yəni belə də. Xeyr, eşqlə ev təmiri, eşqlə sevmə, hər şey eşqdir. Dost eşqi. Hələ indidən torpaq şey eləmə, torpağa meyillisən. Yox, yəni ondan. Eşq, Torpaq yox. gözəllik. Bizim eşqimiz başqa eşqdir. O eşqdir ki, Elnur Əbrahovdan eşidiləcək. Buyursun yeri mahnısı ilə. Xoş gəlmişsən, qardaş. Məndən alıb gedirsən hara, ürəyimi hey salırsan otlara. Mənə oldu bilmədim ki əzizim, düşmüşəm heç düşmədiyim hallara. Məndən alıb gedirsən hara, ürəyimi hey salırsan otlara. Mənə oldu bilmədim ki əzizim, düşmüşəm heç düşmədiyim hallara. Bu necə eşqdir, məhəbbətdir, qəm dolu bir səadətdir. Kefim yoxdur, dərd çəkirəm mən. Səndən ayrı ömür heç deyirlər, ötdü zaman keçdi, nə vaxtdır əsrət çəkirəm mən. Bu necə eşqdir, məhəbbətdir, qəm dolu bir səadətdir. Kefim yoxdur, dərd çəkirəm mən. Səndən ayrı ömür heç deyirlər, ötdü zaman keçdi, nə vaxtdır əsrət çəkirəm mən. Bu aralar çox incimişəm səndən, uzaq gəzirsən, nəsə sən məndən. Sənə elə bağlanmışam ay zalım, elə bilirəm çıxır ruh bədəndən. Bu aralar çox incimişəm səndən, uzaq gəzirsən, nəsə sən məndən. Sənə elə bağlanmışam ay zalım, elə bilirəm çıxır ruh bədəndən. Bu necə eşqdir, məhəbbətdir, qəm dolu bir sən.
çəkirəm mən. Səndən ayrı ömür heç deyirlər, ötdü zaman keçdi, nə vaxtdır əsrət çəkirəm mən. Bu necə eşqdi, məhəbbətdi, qəm dolu bir səadətdi, keyfim yoxdur, dərd çəkirəm mən. Səndən ayrı ömür heç deyirlər, ötdü zaman keçdi, nə vaxtdır əsrət çəkirəm mən. Bu necə eşqdi, məhəbbətdi, qəm dolu bir səadətdi, keyfim yoxdur, dərd çəkirəm mən. Səndən ayrı ömür heç deyirlər, ötdü zaman keçdi, nə vaxtdır əsrət çəkirəm mən. Bu necə eşqdi, məhəbbətdi, qəm dolu bir səadətdi, keyfim yoxdur, dərd çəkirəm mən. Səndən ayrı ömür heç deyirlər, ötdü zaman keçdi, nə vaxtdır əsrət çəkirəm mən. Elnur Allahov, Elnur süngərli mikrofonu götür. Biz qonşuyuq bilirsən. Onda mənim də qonşum sanki. Mən də Nərmanov rayonunda doğulub böyümüşəm. Biz sonra mən Buyur mikrofonu. biz yaxın qonşu olmuşuq. Biz illərdir dostuq. Yox, əvvəldən yaşamısan elə həmin məkanda. İndi 28-ə köçmüşəm. Ya bildin hansı məktəbi bitirmisən? Məktəbdə burada oxumamışam mən. Hə, burada oxumamısan. Elə bildim. Dedim yəqin studiyamızda zəng var. Yoxsa yox, hə. Elnur, xoş gəlmisən. Xoş gördük əziz qardaşım. Salamlayıram səni Mikail, ürəkdən. Hər şey əladır. Əla, əla. Bilirəm. Onlar da əladır. Niyə geç qaldın? Canım mənim. Sağ ol, qodumlu. Qonşu. Qonşu, ay qonşu. Sağ ol da illərdir gözəl sənətkardır. Doğrudan, tanıyırsın Hə, bir-birini. tanıyıram. Hə. Səni hamı tanıyır, mən tanımıram. Niyə? Tanıyıram. Nə bilim, indi bu günəymiş qismət yəqin ki. Hə. Olsun da, nə olar? Nə olar? Gözəl sənətkarları salamlayıram ürəkdən. Vasif qardaşım, Fuad müəllim, ansambl hamısı. Sarif gözəl qardaş. Hamısı gözəl, dəyərli qardaşlardır. Gözəl də sənətkarlardılar. Bilirəm. Və Sənətdən bu kişilər danışa bilər. bax, sözə bax. Sözə bax. Sənətdən siz danışa bilərsiniz. Hə, sənət də fərqlidir ya. Məsələn, hansı işdə olursansa ol, sənətinin peşəkarı olmalısan. Bəli, bəli. Mütləq. Necə ki, Ulyana da sənətinin peşəkarıdır, kosmetologiya üzrə. Və bu sahəyə yeni... Hansı xanım? Yanında elə. Xanım. Nəsə problem olsa həll eləsin. Yox, qardaşım. Valla. Yox, mən niyə elə şeylər? Niyə? Yox, yox. Sən canım. Nə iş görürsən? Yerlər gedir ora üçün O da ayrı bir sənətdir də, biznesində. Nə iş görürsən? Gözəlliyə gözəllik qatılacaq. Hə, bir Elnura zəhmət olmasa. Yox, sən yandan baxırlar, qaqa. Nə olacaq, ay qardaş? Birazdan Baxımdır da. toya gedəcəm ora. Yəni Nə olacaq ki? Baxım, sən canım, adam özünə baxmalıdır. Yox, səhnə əslində gözəllik tələb eləyir. Buyur. Hə, yəni ki, lazımdır da, arada lazımdır. Lazımdır. Arada lazımdır. Kis qazaq belə şeydə. Hə də təmizlik lazımdır da. Bəli. Amma mən sizə bir şey deyim, heç Elnurun ehtiyacı yoxdur axı. Məndə hamısı yaradım. Hə də təbii onun heç ehtiyacı yoxdur axı. Sən mənə baxıb niyə elə deyirsən? Məndə ehtiyac var. Hə? Yox, sizdə də ehtiyac yoxdur, heç Elnurda vəhşə yoxdur. Ümumiyyətlə yoxdur. Ümumiyyətlə Başlı yoxdur, deyəndə rus sözlərinə istifadə eləmə. Ümumiyyətcə yoxdur. Ümumiyyətlə. Hə, odur ki, gəl, sən mən nə inirəm açılışmırsan. Nə oyun çıxardıram ki, gəl səhnəyə, gəl. Növbəti ifasını Ulyananı səsləndirək. Buyurun. Buyur tam mərkəzə. Buyur, səhnə sənin. İndi reklamlar olar. Olmayacaq reklamlar, bu dəfə reklamlar yox. Gülgülə üzlüm, mənlə rahat olun. Mənə bir ümid ver, sənə mənə yat olun. Gülgülə üzlüm, məndə rahat olun. Mənə bir ümid ver, sənə mənə yat olun. Qurban olum nazına mən, necə də gözəlsən axı sən.
Heç eybi yox mən üzülüm teki sən hər gün güləsən Qurban olum nazına mən necə də gözəlsən axı sən Heç eybi yox mən üzülüm teki sən hər gün güləsən Gül gülər üzlüm mən də rahat olum Mənə bir ümid ver sənə mənə yat olum Gül gülər üzlüm mən də rahat olum Mənə bir ümid ver sənə mənə yat olum Yazıram ona gəzər şeyim canım deyib gözüm deyib Tutur əldən tərsliyi də gedib gəlir gəlir gedir Yazıram ona gəzər şeyim canım deyib gözüm deyib Tutur əldən tərsliyi də gedib gəlir gəlir gedir Gül gülər üzlüm mən də rahat olum Mənə bir ümid ver sənə mənə yat olum Gül gülər üzlüm mən də rahat olum Mənə bir ümid ver, sənə mənə yat olum Gül gülər üzlüm, mən də rahat olum Mənə bir ümid ver, sənə mənə yat olum Gül gülər üzlüm mən də rahat olum Mənə bir ümid ver sənə mənə yat olum Mənə bir ümid ver sənə həyat olum Axşamlar, axşamlar, axşamlar O mahnı deyil bu Hə? Allah rəhmət eləsin Məmməd Bağır Bağırzadəyə Respublikamızın xalq artistinəm Mən hər dəfə belə deyək də Rahim dostumu salamlayıram. Mən o ailəyə yaxın olduğum üçün və Məmməd Bağırzadə repertuarında əzbər bildiyimə görə o melodiya qulağımdadır. Kim bəstələyib bu mahnı? Turan Teyfiroğlu. Turan buradadır. Turan, həmin lad... Çoxdan yazmışsan. Amma oxşarlıq var da. Hə, var. Hə, yəni musiqilər bir-birinə oxşuyur. Sadə başqa. Amma oxşarlığı var. Bəli. Xeyirli uğurlu olsun. Xeyirli uğurlu olsun deyirik və davam edirik. Bu məqamda bir təbrikimiz olacaq. Bircə dəqiqə. Bircə dəqiqə. Deməli, hanı mikrofon? O bir, ver mənə. Kimin bugün doğum günüdür? Elnur, səndə əlamətdar gündür. Və o günü sən özün elan elə. Çox sağ olun Mikail müəllim, hər birinizi salamlayıram. Buradan qızımı təbrik eləyirəm. Hə, qızının doğum günüdür. Ay maşallah. Zərrinin. Təbrik edirəm ana, gözün aydın olsun. Neçə illərə çıxasan. Neçə yaş olur? 15 yaş tamam. Ay maşallah, yuvarlaq rəqəmdir də 15. Bəli. Var ol. Hadi, bax gözəl balamızın şəklini də görürük. Allah bəxtini açıq eləsin. Allah cəm balaları saxlasın. Və gün o gün olsun ki, o qapını döysünlər. Sonra o ağ gəlinlik libasında gəlin köçürəsən. Mikail əmsi də gələ o məclisə. Mütləq. Məndəki mənlikdir də, nəyi var yazdıracam, narahat olma. Həm məclisi idarə eləyəcəm, həm də yazdıracam da. Allah bütün balalara toy qismət eləsin, olmayanlara qismət. Amini nə ürəkdən dedin sən? Abi, bax, bircə dəqiqə, söz danışırım, ay Səbinə. Ürəkdən niyə dedin amin? Belə, subaysan ki sən? Hə, subaysan ona görə deyil. Mən də istədim ailəmi qatan bir-birinə ki, niyə amin dedi? Hə. Bu il evlənər. İnşallah. Nə qədər ki, qiyməti qaldırmamışam, aparıcılıqda. Nə qədər ki. Hə, sənin üçün belə də 2000 nədir ki? Hə də nədir? Gecə yatmayan adamsın. İstəyirsən, de. Heç nə, oxumaq istəyirəm. Oxumaq istəyirsən? Deməli,
Mənim ömrüm, necəsən, səndən başqası yalan mahnılarım vaxtında çox sevildi və məni Sabira Selcan etdi. Mən də qərara gəldim ki, onu hamısını birləşdirib Papırıq şəklində eləyəsin. möhtəşəm bir şey. Sən özün bilirsən ki, mən səni çox istəyirəm. Ona görə də sənin bu sözündən sonra reklamlardır. Görəsən əmrüm nədir? Onun üçün ürəyim gedir. Həyatımda nəfəsimdir o mənim. Sevirəm onu. 1, 2, 3, come on! Damarımda qandı mənə. Ən əziz insandı mənə. Yaşamağı həvəsimdir. Sevirəm, sevirəm onu. Damarımda qandı mənə. Ən əziz insandı mənə. Yaşamağı həvəsimdir. Sevirəm, sevirəm onu. Bu eşqdə nələr oldu? Acıyla kədər oldu. Sonunda biz ayrılmadık. Görəsən əmrüm nədir? Onun üçün ürəyim gedir. Həyatımda nəfəsimdir o mənim. Sevirəm onu. Gözlərimdən ilim ilim gedənim. Yad ürəkdə məskən salıb bitənim. Burada sənsiz o püskürür bədənim. Məni boş ver, nə var nə yox, necəsən? Beş günlük dünyada aradın məni sal yada. Gəl yoxuma hərdən gecəsən. Sevgi sözünlə danış, biraz özünlə danış. Söylə nə var nə yox, necəsən? Beş günlük dünyada aradın məni sal yada. Gəl yoxuma hərdən gecəsən. Sevgi sözünlə danış, biraz özünlə danış. Söylə nə var nə yox, necəsən? Səndən başqası yalan, bildim zaman zaman. Heç gün tutmaz yerini, inan bu sözümə inan. Mən bir kərə sevdim, sevmək nədir bildim. Bundan sonra sevmərəm, inan sənsiz ölərəm. Səni mən sevməsəm olmaz, qəlbimi verməsəm olmaz. Addım addım sənə sarı, İnan ki gəlməsəm olmaz. Bu sevgi başıma beladır mənim. Sənə canım da fədadır mənim. Səndən başqa hər şey yalan. Yalan, yalan, hər şey yalan. Səndən başqası yalan. Bildim zaman zaman. Heç gün tutmaz yerini. İnan bu sözümə inan. Mən bir kərə sevdim, sevmək nədir bildim. Bundan sonra sevmərəm, inan sənsiz ölərəm. Əla, əla. Reklamlardan dərhal sonra pozitiv bir enerji ilə başladıq. Səbinə, var ol. Zaten olduğun yerdə mütləq bir təntənə yaranır. Mütləq, Pozitiv mütləq. bir enerji var. Və odur ki, qonaqlarımızın hər biri də qoy bu cür olsunlar. Deməli, bu mahnı Aha. üçü də buradan salamlayıram Ruslan Səfəroğlu. Dostum, əzizim, Can dost. Ruslanı buradan Üçünün qucaq də dolusu salamlar. mən də salamlayıram. Sözləri də üçünün də mahnının Vüsal İbrahimovdur. Buradan Vüsal İbrahimov da salamlayıram. Vüsala da salamlar. Ayırmaq istəmədik və Zabit bizim
dəyərli dostumuz, o da saz ifaçısıdır. Amma eyni zamanda həm yapay zəka işləri görür. Zabit yoxsa Zamir? Zamir. Görürsən, Zabit atasının adıdır. Hə, Zamir Zabitoğlu. Zabitoğlu deyirəm də. Buradan Zamir Zabitoğlu'nu salamlayırıq bu gözəl remixə görə. İnşallah bugün axşam öz səhifəmdə yayında olacaq. Bu arada belə bir şey deyim. Bu mahnı qısa bir şəkildə paylaşmışam Instagramda. Hal-hazırda İzləyicisi çox. 2 milyon. 2 milyon izlənilib. Bəli, Instagram səhifəmdə 2 milyon izlənilib. Buradan da bizi izləyən, yəni öz bəyənlərini atan, nə bilim, xoş sözlərini yazan hər kəsə təşəkkür edirəm. Yenidən ömrüm sizlərə gözəl bir şəkildə Ərmağan. Ərmağan. Zaten oxuduğun bütün mahnılar gözəldir. O mahnılara da gözəlliyi qatan sənin səhnə performansında. Səhnə adamı bax bu cür olmalıdır. Bax bu cür pozitiv bir enerji ötürməlidir. Dinləyicisinə də, tamaşaçısına da, tamaşaçılarımızın hər birini bir daha salamlayırıq. Baxan gözləriniz var olsun deyirik. Ay Vüsal. Ay Vüsal. Vüsal deyir ki, bugün ekskluziv mahnılarla gəlmişəm. İkinci mahnın hansı mahnı olur? Əslində bu gözəl musiqiçilər burada varsa, istərdim onlarla bərabər bir qəşəng canlı ifa edək, əgər mümkündürsə. Ola, 5 dəqiqə vaxtımız var. Aha, çox zaman almayacam, bir balaca da. Yox, mən zaman almanı demirəm, deyirəm gemboluna vaxtın var. Ay, nə gözəl, maşallah. Gör bunu kim eləyər. Baxmayın ki, konfetin ikisini yemirsən, amma yox, bir dənə yemişəm. Birin, hə. Amma Məşədi Bat kimi səhərdən konfetləri sayır. Sevmirsən bunu, hop, götürməyin, hələ sevməyə, gör sevsən eləyərək. Gəl. Təşəkkür edirəm, maşallah. Gözəl bir mahnı var, ən sevdiyim. Demirəm ki, çiçəyidir solmusan, yuxu olub gözlərimə dolmusan, ürəyimdə buz bağlayıb dolmusan, yenə səni mən unuda bilmirəm. Demirəm ki, çiçəyidir solmusan, yuxu olub gözlərimə dolmusan, ürəyimdə buz bağlayıb dolmusan, yenə səni mən unuda bilmirəm. Unuda bilmirəm, unuda bilmirəm, unuda bilmirəm. Ay, unuda bilmirəm, unuda bilmirəm, unuda bilmirəm. Ay, həsrətim iştahlandı mənə can. Sən gəlməsən necə xoşbəxtum mən. Dağıtmısan bu dünyamı getmirsən, yenə səni mən unuda bilmirəm. Dağıtmısan bu dünyamı getmirsən, yenə səni mən unuda bilmirəm. Unuda bilmirəm, unuda bilmirəm, unuda bilmirəm. Ay, unuda bilmirəm, unuda bilmirəm, unuda bilmirəm. Unuda bilmirəm, unuda bilmirəm, unuda bilmirəm. Ay, unuda bilmirəm, unuda bilmirəm, unuda bilmirəm. Bu təbəssüm bir çiçəyin izidir, ala gözlüm bulanların gözüdür, ürəyimdə məhəbbətin özüdür. Ürəyimlə bacarmıram neyləyim, bu təbəssüm bir çiçəyin izidir, Ala gözlüm bulanların gözüdür, ürəyimlə məhəbbətin özüdür, ürəyimlə bacarmıram neyləyim. Ay, uşağın havası var başımda, üzümün xəncəri var qaşımda, desəlim mən indi bu yaşımda, ürəyimlə bacarmıram
bacarmıram neyləyim Ürəyimlə bacarmıram neyləyim Ay bu nasıl asalet bu nasıl şahşaha Yanılmadan bakıyor şahşaha Senin yüzünden şarap içmem daha O bana zarar iyi bak kendine Olmadı yar iyi bak kendine O bana zarar iyi bak kendine Olmadı yar iyi bak kendine Delerdim dünyayı senin uğruna Bu haklar gidiyor şimdi yanına Alday o insafsızı basmarına Sıkı sen iyi bak kendine Sıkı sıkı sar iyi bak kendine O bana zarar iyi bak kendine O bana zarar iyi bak kendine Ay lay la, lay la lay lay la. Lay la lay la, lay la lay lay la. Lay 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 Ay sevdim, sevdim, seniyle sevdim Sevdim, sevdim, sana geri geldim Seniyle sevdim, seni eş bildim Gitme yolmur ki, sana geri geldim Olmuşam heyran, o kare gözüne Yüzü sana kurban, bir kelime sözüne Sevdim, sevdim, seniyle sevdim Sevdim, sevdim, sana geri geldim Sevdim, sevdim, seniyle sevdim Sevdim, sevdim, sana geri geldim Teşekkürler. Bak canlı ifa istədin, canlı ifa da oldu. Demək sən çoxdan oxuyursan. Çoxdan oxuyuruq. Laf çoxdan. Mən bir qısa bir xatırlatma edim ki, mən indi ola bilər də, indi bu musiqi sahəsində çox tanınar. Bizim gözəl, mən Vüsal Nəsibov gedir, mənim soyadım. Vüsal Nəsibov. Amma Vüsal Nəsib deyə. Nəsib gedir, amma əslində Nəsibovdur. Anadır arzuları hər zaman Qarabağ musiqisinin müəllifi Bəhram Nəsibov. Bəli, bəli. Mən o nəsildənəm. Hə, mən o nəsildənəm. Nəsibovlardansan. Qarabağlıyam. Allah rəhmət eləsin Bəhram Nəsibova. Bəhram Nəsibovun gitara. Bəli, bəli, bəli. Sonra tar bilirəm də, mən simli alətlərdə belə də simsar olduğuma görə bilirəm. Hə, Nəsibovlardan gəlirsə. Hə, yəni mənim uşaq vaxtı beşiyimin üstündə saz olub. Mənim atam musiqiçi olub. Hansı bölgədənsən? Füzuli, Qarabağ. Hə. Yəni mənim beşiyimin üstündə həmişə saz olubdu. Yəni elə gözümü açıb musiqi ilə böyümüşəm yəni. Bu zaten bilinir, o cəmfaşanlığın da bilinir. Eşq olsun deyirəm. Hər halda biz birimizi indi görmüşük, indi tanıyırıq. Necə ki, Esmeralda da indi gördüm və belə deyək də bizim Ulyana xanımı da indi görmüşəm. Baxmayaraq ki, Elnurla 20 ildir ki, mən dostlarım. Səbinə Seyidcanla deyil, dostlarını tanımaq olar. Səbinə Seyidcanın yoldaşlığından yoxdur, ola bilməz. Biz Gürcüstanda olanda mən bunu gördüm. Bir 3 gün bərabər orada olduq və bizə öz imkanlarından, yəni orada o qədər istifadə elədi ki, Mikail burada oturma, Mikail üçün bu şərait yaradın. Məsələn, getdik bərabər çörək yeməyə, yox, bu məkanda yox, Mikail üçün ən yaxşı məkan. Valla, yəni ona görə adam yolda tanıyır da bir-birini. Bizim elimizə, obamıza qonaq gəlmisənsə, düzdür, mən də orada qonaq idim. Həsildə hər birimiz qonaq idik, amma yenə də mən məsələ, belə deyim, Gürcüstan, yəni Borçalıyam, bilirsiniz ki. Bəli. Buradan salamlayıram bütün Gürcüstanda olan Azərbaycanlarımızı. Atamı salamlayıram, anamı salamlayıram, bacımı salamlayıram. Darvaz kəndinə salam olsun deyirəm. Yenə də belə deyim, ora mənim evimdir də. Yəni ki, hamı məni tanıyır orada. Maratla qohumluğun var, Marat Darvazlı? Bir kəndçiyik. Bəli, qohumluğumuz da var. Buradan da salamlayıram Marat Darvazlını. Valla sağ olsun. Var olsun. Kəndimizin adını ucaldı. Əlbəttə ki, və buradan belə deyək də, Azərbaycan hüdudlarından kənarda yaşayan istər Gürcüstan, Rusiya, Avropa, harada olursa olsun bizə baxırlar hazırda. Bilirəm ki, mən hər dəfə o SMS-lərdən görürəm. Salamlayıram hər birini və Esmiranın biraz bundan öncə belə deyək, təqdim etmək istədiyi
o mahnını dostlar hazırlayıblar. Esmira ilk dəfədir gəlir deyə mən istəmirəm ki, onun ürəyində qalsın ki, o mahnını oxuya bilmədi. Amma hazırlayıbsa mütləq şəkildə inşallah bu dəfəki texniki bir problem olmaz. Vasif, bu dəfə də adını çəkirəm. Nə oldu? Buyur Esmira, səhnəyə. Güzel kızım, şen kızım, sen ömrüme ten kızım. Bugün gelin çözürsen, bəxtə ver o sen kızım. Toyun mübarek olsun olsun, herkese ördek olsun olsun. Toyun mübarek olsun olsun, herkese ördek olsun olsun. Ne kadar hayallarım vardı, her biri girse yazsın olsun. Ne kadar hayallarım vardı, her biri girse yazsın olsun. Güzel kızım, şen kızım, sen ömrüme ten kızım. Bugün gelin çözürsen, bəxtə ver o sen kızım. Güzel kızım, şen kızım, sen ömrüme ten kızım. Bugün gelin çözürsen, bəxtə ver o sen kızım. Eline hına yaxırsan, gözün dolub baxırsan. Eline hına yaxırsan, gözün dolub baxırsan. Ata-ana evindən gəlinlikdə çıxırsan. Ata-ana evindən gəlinlikdə çıxırsan. Gözəl qızım, şən qızım, sen ömrüme ten kızım. Bugün gelin çözürsen, bəxtə ver o sen kızım. Güzel kızım, şen kızım, sen ömrüme ten kızım. Bugün gelin çözürsen, bəxtə ver o sen kızım. Güzel kızım, şen kızım, sen ömrüme ten kızım. Bugün gelin çözürsen, bəxtə ver o sen kızım. Güzel kızım, şen kızım, sen ömrüme ten kızım. Bugün gelin çözürsen, bəxtə ver o sen kızım. Güzel kızım, şen kızım, sen ömrüme ten kızım. Bugün gelin çözürsen, bəxtə ver o sen kızım. Güzel kızım, şen kızım, sen ömrüme ten kızım. Bugün gelin çözürsen, bəxtə ver o sen kızım. Bəli, Allah bütün balaları xoşbəxt eləsin. Bu mahnını da toylar üçün nəzərdə tutmusan. Qoy toylarınız çox olsun, bol olsun. Elimizdə, obamızda, yurdumuzda, yuvamızda hər zaman toylu büsatlı günlər olsun. Və var olsun dəyərli kollektivimiz ki, hazırladılar o mahnını ki, qoy gəlmişkən elə o mahnını da təqdim eləyəsən. Belə deyək də, mənim o sonra ürəyimdə qalır. Ağırlıq eləyir ürəyimdə, mən də ağırlıq götürən deyirəm. Mənim nə zanım var ki, o ağırlığı da götürəm. Və təşəkkürümü bildirirəm, mən istəyirəm kollektivimizə və zaten gələn həftənin birinci günü burada, əgər burada olsan dəvət edəcəm səni. Böyük bir təntənə olacaq, çünki 3 il olacaq ki, mən bu televiziyadayam
və 3 ilimizi böyük təntənə ilə qeyd edəcəyik. Burada bax nələr olacaq? Edəcəkdim, amma sənin xətrinə. Mənim xətrimə. Buradayam birinci gün. Bəli. Gələn həftə elə bax bu günündə burada bir təntənə yaradarıq. Bəli. Tortdu, belə deyək də, belə atəşfəşanlıqla. İndi qonaqlar, Elnur burada olsa çağıralım. Bəli, təbii ki, vaxt zaman olarsa mən minnətdaram kollektivimizə. Hər zaman, belə deyək də, səmimiyyəti qoruyan, hər zaman o isti münasibəti saxlayan Kanal S və eləcə də ARB televiziyası. Çünki Kanal S də ARB də bir televiziyadır. Və rəhbərliyə təşəkkürümü bildirirəm. Dostlarımızın hər birinə təşəkkürümü bildirirəm ki, bu 3 il ərzində yalnız bir-birimizə can deyib can eşitmişik. Valla və mənim artıq bir 5 aydır da ARB-də şənbə və bazar günləri Günaydın Azərbaycan verilişinin aparıcısıyam. Elə orada da eyni bir komandadır deyə yenə də orada da bir-birimizə aylar ki, can deyib can eşidirik. Mən çox razıyam Kanal S-dən də, ARB televiziyasından da rəhbərliyi başda olmaqla. Və təbii ki, vaxtımız nə qədərdir dostlar? Vaxtdan istifadə eləyək. Var vaxtımız. Canlı ifa istəyəcəm mən Elnur Əmrahovdan. Elnur buyur, canlı ifa. Dostlarımız burada. Elnur zaten özü vurğuladı ki, sənəti bilən sənətkar dostlarımız buradadır, musiqiçilərimiz. Əlbəttə ki, buyur, buyur. Mikail, sənə həmişə can sağlığı arzulayıram mən. Allah sənə ömür versin, əziz qardaşım. Verilişin həmişə baxımlı olsun inşallah. Gözəl sənətkarlar var olsun. Ay nəğmə olub gecələr, sənə lay lay çalaydım, dönüb yuxum olaydım. Sərəydim gül çiçək, çölünə çəməninə, elə haray çəkdim səsim gəlmədi, bircə yol sevinib üzüm gülmədi, ürəyim daş oldu dinə bilmədim, məni də gəl apar qurbanın olum. Elə haray çəkdim səsim gəlmədi, bircə yol sevinib üzüm gülmədi, ürəyim daş oldu dilə bilmədim, məni də gəl apar qurbanım. Bu yolumda yaman sonsuz olurdu, vüsalın həsrətdən saçın yoldur, dindirmə ürəyim yaman doludur, məni də gəl apar qurbanın olur. Bu yolunda yaman sonsuz olurdu, vüsalın həsrətdən saçın yoldur,
atar kurbanın olur. Sevgilim severim gizletmirem ki Gedirem hemişelik etmirem ki Gel desen tez gelerem. Gözümde canlanır hayalım yine de ayrılır sene de olur ne. Gel desen tez gelerem. Ağlama ağlama yalan seviler anam eşiler. Kalbi sürer ağlama bu hasretin hatırına. Ay bulutlar dolarsa yağışlar yağacak. Gözümün yaşında torpakta doyacak. Kavuşmasak seninle birbirine. Ben seni isteyirem, her zaman gözleyirem. Hasrete dözmeyirem sevgilim. Ay eşk bizim, sevda bizim, dağ bizim, derya bizim, büsbütün dünya bizim sevgilim. Aşk bizim, sevda bizim, dağ bizim, derya bizim, büsbütün dünya Bizim sevgilim. Alkışlaya vereyler. Güzel sanatkarlar var olsun. Canlı ifalarla yenə keçid aldıq. Hər dəfə mənə söyləyirlər ki, Elnur, deyirlər canlı ifa zamanı, məsələn, kimsə hansısa bir müəyyən çalarlardan istifadə eləyəndə, məni kamera göstərəndə deyirlər, bəs belə deyək də, özündən çıxırsan falan, yaxşı mənada da. Yəni deyirəm, axı mənə musiqi müəllimlərim baxır, mən yəni yaxşıya yaxşı kimi reaksiya bildirməliyəm də. O istisnalar danışıram. Bəzi aparıcılar ki var, musiqidən xəbəri yoxdur, amma hər halda mənə 8 saylı Qara Qarayevanın musiqi məktəbində dərs deyən Fikrət Manafov birdən baxdı. 7 il fortepianodan dərs deyən Nina Mehdiyeva birdən baxdı. İncəsənət Universitetində mənə dərs deyənlər birdən baxdı. Deməzlər ki, qardaş, sən pisə niyə yaxşı deyirsən, yaxşıya niyə pis deyirsən. Ona görə də Elnur, sən oxuyanda mən qeyri-iradə olaraq öz reaksiyamı bildirirəm. Çünki sən peşəkarsan, özdə elə bir müsabiqədən, Azərbaycana səs salan elə bir müsabiqədən keçib gəlmisən ki, sənətin də göz qabağındadır. Eləcə də şad oldum. Bugün dəyərli qonaqlarımızın hər birinə, yəni yeni gələn qonaqlarla, istər belə deyək, Vüsal Nəsibov, bu cür söyləyəcəm, istərsə də Esmira Şamaxılı və təbii ki, bugün ilk dəfədə qarşılaşırıq Esmira ilə də, Vüsalla da, eləcə də Ulyana xanımla da. Ülkə daha yaxşıdır da, Ülkə. Ulyana, olsun. Olsun. Və Elnur, təşəkkürlər. Sonda təbii ki, mənim çox sevdiyim bir mahnı səslənəcək. Amma diqqət, bilirsiniz ki, Türkiyənin məşhur, populyar bir müğənnisi Yıldız Tilbə Türkiyənin özündə belə proqramlara qatılmır. Hələm-hələm proqramlara qatılmır. Odur ki, sabah gözünüz bizdə olsun. Gözünüz bu proqramda olsun. Türkiyənin məşhur müğənnisi, çox populyar müğənnisi Yıldız Tilbə bu verilişə gəlməyəcək, çünki verilişlərə çıxmır, amma başqa qonaqlarımızda sizləri sabahları yerə salamlayacağıq. Kəndimizə iyi baxaq, necə ki mahnıda deyirlər, özümüzə yaxşı baxaq. Denedim dünyayı senin uğruna, muhakkak gidiyor şimdi ağrına. Al da o insafsızı bas bağrına. Sıkı
sıkı sar, iyi bak kendine. Sıkı sıkı sar, iyi bak kendine. Olmadı ya, iyi bak kendine. Buraya kadar, iyi bak kendine. Neden benim duygularımı ezersin? Aşığınım anlamayıp üzersin. Ben artık yokum, onunla gezersin. Çarşı pazar, iyi bak kendine. Çarşı pazar, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Buraya kadar, iyi bak kendine. Bu nasıl esalet, bu nasıl şahşaha? Hala utanmadan çekiyor kahkaha. Senin yüzünden şarap içmem daha. O bana zarar, iyi bak kendine. Canıma zarar, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Buraya kadar, iyi bak kendine. Rüzgar esmeden soğuğunda vardı. Kim bilir hangi durağında vardı. Şimdi evlisin, çocuğun da vardır. Bense bekar, iyi bak kendine. Bense bekar, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Buraya kadar, iyi bak kendine. Nasıl da başladı, nasıl da bitti. Bellidir artık şu canıma yetti. Güvendiğim dağlara yadı gitti. Dop dolu kar, iyi bak kendine. Dop dolu kar, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Buraya kadar, iyi bak kendine. İşine yaramıştır kimin? Şunu da unutma, olamam teslimin. Senin param var da ben müzisyenin. Şarkısı var, iyi bak kendine. Şarkısı var, iyi bak kendine. Olmadı ya,